Qazaxıstanda ölkənin enerji təhlükəsizliyinə birbaşa təsir edən strateji qərar qəbul edilib. Hökumət ikinci atom elektrik stansiyasının tikintisini təsdiqləyib. Yeni atom elektrik stansiyası artıq ilk nüvə layihəsinin həyata keçirildiyi Almatı vilayətində inşa olunacaq. Bu qərar Qazaxıstanın enerji infrastrukturunun modernləşdirilməsi və daha etibarlı, yüksək səmərəli enerji mənbələrinə keçidi nəzərdə tutan strateji planın tərkib hissəsidir. Xüsusilə ölkənin cənub bölgələrində elektrik enerjisi çatışmazlığı var. Qazaxıstanda atom energetikasına keçid birinci atom elektrik stansiyası ilə başlayıb. Bu stansiyanın rəsmi tikintisinə 2025-ci ilin avqustun 8-də Almatı vilayətində Balxaş gölü yaxınlığında yerləşən Ülken kəndi ərazisində start verilib. Birinci atom elektrik stansiyasının tikintisini həyata keçirəcək beynəlxalq konsorsiumun lideri açıq beynəlxalq dialoq nəticəsində seçilmiş Rusiya Dövlət Korporasiyası Rosatomdur. Layihə ümumi gücü təxminən 2,4 gigavat olan iki enerji blokunun quraşdırılmasını nəzərdə tutur. Birinci layihənin həyata keçirmə müddəti belə qiymətləndirilir. Layihələndirilmə, mühəndis axtarışları, tikinti və istismara verilmə mərhələləri daxil olmaqla 10-12 il tələb olunacaq. Bu isə o deməkdir ki, stansiyanın 2035-2036-cı illərdə istifadəyə verilməsi gözlənilir. İkinci atom elektrik stansiyasına gəldikdə isə rəsmi olaraq təsdiqlənib ki, o da Almatı vilayətində Jambıl rayonunda yerləşəcək. Dövlət qurumlarının ilkin məlumatına görə China National Nuclear Corporation əlavə atom obyektlərini, o cümlədən ikinci və gələcəkdə üçüncü atom elektrik stansiyasının tikintisi üçün cəlb olunması planlaşdırılan konsorsiumların əsas iştirakçılarından biri kimi nəzərdən keçirilir. Atom Enerjisi Agentliyinin rəsmi məlumatına əsasən hazırda Qazaxıstanın planlarında ən azı 3 atom elektrik stansiyasının tikintisi var. Birinci stansiyanın tikintisi artıq başlayıb, ikinci stansiya hökumət qərarı ilə təsdiqlənib, üçüncü atom elektrik stansiyası isə texnologiya təchizatları və investorlarla danışıqlar mərhələsindədir.